Bir dənə bizim orada şey var, nədir o cırıq var, o cırıq. Cinsiyyətin də dəyişib. Bir dənə o cırıq var, cinsiyyətin də dəyişib. Cırıq. Bir dənə baxın, onun qayran var mı? Yalandan o sturağa basır, onu heç kim də qayırmır orada. Bilirsiniz o nə ilə dolanır? Mən sizə deyim. Bu mən deməmişəm, elə Mehman da deyibdir, onun dostu. 4 il nətər türmədə, 4 il türmədə qalan adam nətər oldu 1 ilə amnistiya düşdü? Nətər oldu amnistiya düşdü? Hansı adamlar onunla yatdı? Türmə reislərindən belə, mədədlərdən belə. Kimlər ona sponsorluq elədi? Həmin ərəfələrdə o yekələr, bir general burada, o deyir ki, bir dənə general Petuğu qayırdısa, yaxşı Petuqdursa, yaxşı Petuqsa da, bütün o Petuqlarla bağlı, bütün Petuqlara həvəs olan bütün generallar, məmurlar hamısı bir-birinə ötürür. Necə ki, bir normal qızla sevişəndən sonra oğlan deyir, Bakıda mən arar, bir gedirəm, orada yaxşı bir dənə qız var, yaxşı yola verir, yaxşı belə, yaxşı elə. Bu da belə bir şey. İndi o pulu nə ilə qazanır? Baxın ha. Çıxan kim nədir? Tülkülüyə baxın ha. Nə dedi? Mehmanla dedi, Mehman Hüseynondan əlaqədə olmuşam. Sevişmişəm. Sonra nə dedi? Kənan Ememlə sevişmişəm. O qədər də pis sağlandırdan pislik eləmək istəmirəm deyə sevişmişəm. Hətta məhv elədində Kənan. Ona kişi salam verər, hətta kişi salam verər ona. İndi baxın ha. Bu adama nə qədər adamlar pullar buraxıb ki, deməcinən ki, mən sənlə sevişmişəm. Hətta mənim bildiyim qədərindən heç sevişməyən Azərbaycanda, Bakıda yekə məmurlar var ki, onlara birbaşa xəbər göndərib, nömrəsini tapır da. Deyir ki, davay, bu qədər pul ver, ehtiyacım var. Bilirəm, ehtiyacım var, bu qədər pul verməsən, çıxıb deyəcəm, sən də mənlə sevişmişsən. Hansı məmur göndərməz? Hansı general göndərməz? Nə danışırsınız siz? Adam nətər oldu, deyir ki, mən qeydiyə şeyimi bilirəm, deyir. Mən deyir, bacarıqlı adamam, deyir, bacarıqlı adamam. Mən deyir, pulu yığmağı bacarıram. Sənin 2 ildir dillağını dəyişib, lülüşünü dəyişib, o lazımsız lülüşünü mıtıq qoymuşsan, mamış qoydurmuşsan ora. Hələ bilinmir, eşkək mamışıdır. Bilinmir, kimdən çıxardıb, kimə qoyubsan. Hansı ölənin mamışına taxıblar. Cinsiyyətin dəyişəndə ya mamışına qoyurlar, ya da oradan mamış kimi belə der-deşik açırlar da. Mamış kimi der-deşik açırlar da. Ay qardaş, mən başa düşürəm. Cicdallaqsınız siz. Başına dönüm. Bizim millətin pulu olanları hamısı eşkəklə cins əlaqə girənlərdir. Yarıdan çıxır. Hamısı da məmurların hamısı. 99,9%. Eləmi? Gürcüstanda pul olanlar, öz şotuna qazanan oğlanlar da, onlar basdığı yerə də, taxdığı yerə də gözəl bilirlər, Nə danışırsınız, sizə? Baxın, o cinsiyyət dəyişir. Bir, o aybaşı olmur. Orqazma qalmır. Orqazma qalmır. Yəni, boşalmır. Sadəcə eləcə, yalandan eləyir o bəzi, o şalava cırıqlar var otellərdə. Yalandan eləyir. Bilirsən ki, buna eşkək mıxı girsə təsir eləməz, yalandan eləyir. 15-ci kişi. Bəlkə də şeyin uşaqlığını zat çıxartdırıblar, o hər şeyin. Amma yalandan eləyir. Bu da belə bir şey. Sən, baxıram o günləri videosunu atıblar bir. Sən orqazma çatmırsan, sən qutarmırsan, sən xəstələnmirsən. Sən ancaq etirazını götündən alırsansa, xeyr ol, 5 dənə, hansı Petuğa 5 dənə ev verirlər, Hansı Petuğa ilə hansı evə girir, çəkir mənim evimdir. Hansı evə girir o yoburların evinə indi? Hansı evə girirsə, çəkir ki, bura mənim evimdir. Nə danışırsınız, 2 ildir nədir o Gürcüstandadır. 2 ildir mıtığını dəyişibdir. 5 dənə ev aldı, Batumda, vey. Bunu nəymiş, dollağı brilyantdan imiş. Heç brilyantdan olsa poxu yiyənməz. Buna bax, buna. İndi gəlin bunu qayıran kimlərdir? Gəlin buna baxın. Siz hər halda siz insan sərrafısınız da, hər halda insana baxanda bilirsiniz bu insan kimdir, nədir, nəyə qadirdir, dəyəri nədir.
Elə deyilmi? Gəlin baxaq dostlar. Gəlin bax. Bunu qayrana baxın siz Allah. Buna bax. Bunun götünə bunun başına bax. Siz Allah buna bax buna. Hələ bu o birisinə bax, o birisinə. Baxın, baxın deyə, o birisinə bax, qocaya bax, qocaya verir, ona bax. Ona bax, o qocaya bax, o heç olmasa 65 yaşı var. Bunu kimdir normal adam? Özünü tanıyan adam buna yaxın mı gələr? Buna salamı verər? Buna bax, o qocaya bax, qocaya. Gəlin bunun səhifəsinə girin də. Gəlin bunun səhifəsinə girin də. Qoca, moca, harda, sürs, buna bax, buna. Siz Allah buna bax. Buna bax. Buna bax, buna, buna. Buna bax. Buna bax, buna. Bundan ötərim sən 250-300 minlik əməliyyata girmişdin ki, 60 yaşında adamlarla şey eləyəsən, ha? Nə qədər olmasa o dişləri protezdir. Nə qədər olmasa. Nə qədər olmasa. Baxın, adamın üzünə baxanda bilmək olur da. Bu oğlan elə oğlandır ki, bu adam özünü tanıyan adam deyil birincisi. İkincisi də kasıb dini bir orada Azərbaycana baxmayın, orada adi halda. Gürcüstanda bir mağazini mi var, bir nə bilim nə açdı. Hər adam onu eləyə bilər. Orada devlət dəstəyi üstündür. Burada dəyərli vətənlərim, bunu baxıram burada. Buna baxın siz. Buna baxın Amilə. Şalvara baxın. Daldakına baxın, daldakına. Siz Allah o daldakın şalvarına baxın. Daldakın şalvarına baxın. Bu modada öyle o şey. Bu bomuşdu, bomuş. Yalandan girib küçələrdə qiymət qaldırır. O siz nə danışırsınız? O qiymət qaldırır. Yalandan deyir ki, pul qazandım, görünəm. Bunlar heç belə Radnoy qızlara, səndən gözəl Radnoy qızlara heç 50 manat verən adamlar deyil bunlar. Durub sənə 5 dənə ev mi alır belə yaramazlar? Gedir bomuşlarla zaten cinsi əlaqədə olur. Babat adamla da cinsi əlaqədə olan kimi evinə girir. Sırazda deyir, ev mənim, bax 6-cı evimi aldım, 5-ci evi aldım. Qələt eləyir, bunun bir soğançalıq götü yoxdur. Kim də bunu eləsin? Cəmaatı alladır, şantaj eləyir. Elə bildi, mənim də pul verəcəm buna. Qarınına belə paduşka qoydu, qabil deyildi. Hamilə qoymuşsan, nə bilim, neynəmsən məni? Sonra da zarafata saldı. Yox, dedim ki, danışma, sənlə danışanda hamilə qalacam, hamilə qaldım, işi zarafata çevirdi. Boş verin, kişiyə. Boş verin, gürcülər, pişiyi şey eləyib balasını axtarır, durub buna, petuğa durub 5 dənə ev verəsdilər mə? Bir dənə özünü tanıyan adam var. Bir dənə özünü tanıyan adam var idi. Bir cavan oğlan tapmışdı, yadınızdadır təzə gələndə. Yadınızdadır mı? Onun atası iş adamı idi, balaca. Görürüz, o da sınaz oğlunu çəkdi qırağa. Sən uşağa qalanmazsan. Bax, gör, necə həyatını məhv elədi bu adam. Sən uşağa qalanmazsan. Sən orqazma çatmırsan. Sən xəstələnmirsən. Sən için təmizlənmir. Birazdan sən hər yerindən irin gələcək. Sən elə bil nədir ki, elə bil səni qayırdılar, ya o bir uşaq vaxt eləyirlər, o palçıda, kanalların qırağında uşaqlar, oğlanlar çiməndə belə deşirlər, şeyini soxurdular ora. Və ya elə bir şeyini soxdular o şeyə. Eşşəyi qayırmaq, mən deyirəm, Naxçıvana onu gələn məmurlar eşşək qayıranlardır. And olsun deyirəm, eşşəyi qayırmaq, eşşək. İndi mən düşsəm məsələndə, mən olmasam, mən kiməsə məsləhət deyim də, indi özüm yox. Kimsə məsləhət vermək, məndən məsləhət istəsə, məsələn, tutaq ki, Robinson kimi düşüb hansısa bir adıya. Bir dənə eşşək var, diş eşşək. Bir də orada var, Nigulyadır, nədir bu, nədir o? Elsəvər. Bax, bir diş eşşək var, bir də elsəvər. And olsun Allaha deyirəm. Deyərəm ki, etirazını soyutmaq üçün dişi eşşəyi qayır, amma elsəvəri qayırma. Eşşək qayıracaqsan, o var, məmurlar eşşək qayırıb, o atalardan, babalardan belə bir söz var, ha. Eşşəyi minənin bəxti açılır. Bəzi gizlilaqlar var. Elə bilir ki, eşşəyi minəndə bəxti açılır. Elə minmək demir, onlar mədəni sürətdə deyir. Yəni, eşşəyi qayranın bəxti açılır. Hətta bir-iki dənə qadın olub ki, eşşəyi mənim indir bəxtim açılsın. Mən görmüşəm gözümlə. Amma elə deyil. Hətta Bakıdan gedirlər o qax tərəfə.
Qalx tərəfə. Qabil birisi də nəsli kökü kasıb adamdır. Mənim bacanağım nə işlə məşğuldur? O atı aparır, atı. Bacanağım. İş yoxdur da nə olsun, iş yoxdur. Qax rayonunda iş yoxdur. Atı aparır, o uşaqlar zada gəlir də ora ailəli. Onlar mindirəndə belə atdan gəzdirir. İnan Allaha, atdan gəzmirlər ha. Eşşəkdən gəzirlər. Niyə? Güya Bakıdan gəlib eşşək minəndə bəxti açılacaq. Ay ona görə demirlər, eşşək qayranın bəxti açılır. Odur bax, hakimiyyətdə olanların 90% eşşək qayrandır, 90%-dən yuxarı. Bəxtləri açılıb bax. Kəmaləddin Heydərov eşşək qayran. Kəmaləddin amma cavanlığa qədər qayıdıb da 11 ərəf qutaranla əskəriyə qədər. Ondan sonra atasının biraz imkanı var idi, bazlığa çox gedib, açıq deyirəm mən bunu. Kəmaləddin Heydərov balaca vaxtı qayıdıb eşşək. Uşaqlarla bir yerdə. Götürün, bax o İlham Əliyevin axıranası indiki deputat Siyavuş Novruzovdan tutun. Əlin Ağayevdən tutun. Hamısı eşşəkdən cinsi əlaqəyə girənlərdir. Ona görə bugün bəxtləri açılıb hamısı yuxarıdadır. Sizin xəbəriniz var mı? Bax, sual ortaya çıxır. Sual. Azərbaycanda bu qədər eşşəklər var idi. 47 min eşşək var idi, hamısını kəsdilər. 47 min eşşəkdən 15 min qalıbdı. Azərbaycanda cəmi 15 min qalıb. Bir neçə aya, bir ildən biraz artıq vaxtda hamısını kəsib yiyiblər. Xalqa satıblar da belə deyək. Yaxşı, Azərbaycanda eşşəkləri kəsirlər, xalqa satırlar bu dərəcədə. Amma niyə 3 dənə eşşəyə, 5 dənə eşşəyə 35 min dollar verib xaricdən eşşək gətirirlər? Niyə? Niyə xaricdən eşşək gətirirlər? Niyə? Ya sual ortaya çıxır. Məmurdur da, milyonları var, milyardı var, amma oğlan saxlayır, oğlanla bazlıq eləyir. Qızdan bazlıq eləyə bilmir, oğlanla bazlıq eləyir. Niyə? Mən deyim də qadına. Bir aktiv petuq var, pasiv petuq var, hələ bir başqası da var. Əziz həmvətənlərim, dəyərli soydaşlarım, o məmurlar o eşşəkləri gətirirlər. Onlar eşşəkdən o qədər cins əlaqəyə giriblər ki, onların eşşəyə mıxı durur, eşşəyə. Baxın, türmədən çıxan adam orada məsələn, neydi onun adı o? Bir var deyib, bığlı belə, bağzal süpürgəsi boyda bir dənə də bığ saxlayan, neydi onun adı yazın. O adam o qədər türmədə kişilərlə cinsi əlaqədə olmuşdu. Mecdi Proçim indi olmasın, Vidadi İskəndərlinin dostu olub ha orada. O qədər kişilərlə cinsi əlaqə girib ki, o qadına onun mıxı durmur. Qadınla əlaqəyə girə bilmir. Şəmsi və yaxud şəmsi kimlər. O məmurlar da o qədər bir-birinlə, eşşəkdən, ümumiyyətcə, qadın olsa belə qeyri-eti formada o qədər cins əlaqəyə giriblər ki, onların hissləri artıq ölüb, hər şey hisslər ölüb. Mehriban Əliyeva deyir ki, həyatda deyir, hər şeyi dadmışam, 2 şey dadmamışam. Bir ölümü, bir də deyəsən, insan qanı içmək demişdi. İnsan qanı içməmişəm. Dedi, insan qanı içəcəm, dedi. Deyib, amma ölümü dadmamışam. Qalan hər şeyi dadmışam. Bir şey dadmayıbsan, Mehriban. Qabilin şeyini əmməyi. Qabilin şeyin dadı hər şeyə bənzəməz. Qabilinkini dadmayıbsan. Yəni, sözüm indi ondan getmir. Şey deyəndə narkotik nəzərət tuturlar bizimkilər, bəhzilər, nəysə. İndi sözüm indi ondan getmir, əzizəm vətənəm. Görürsünüzmü siz? Görürsünüzmü siz? Ona görə insanlardan da qorxurlar. Bax, deyirlər, rayona gəlir, baş prokuror cəmaatı qarşılayacaq. Rayonun və regionun problemli adamları gəlirlər. Gəlirlər, eləmi? Əvvəldən icra başçısı bilir ki, 3 nəfər hazırlanmalıdır. 3 nəfər. Bakıdan gələn kamera çəkməsi üçün. 3 nəfər. Onların da problemi yoxdur. Sadəcə mənim evim zadım hər şey öz qaydasındadır. Hər şey güllü-gülostanlıqdır. Bir balaca cüzi bir problem deyir də, cüzi bir problem. Məsələn, deyək ki, burnumda çəpər əyriliyi var. Onu da şəhid atasıyam, devlət estetika xaricdə ya ilə Bakıda əməliyyat elətdirsə daha yaxşı olar. Hansı ki, o da mənasız bir şeydir. Bəs salam. 2 nəfər ya 1 nəfər mənasızca göstərilir və arxa qapıdan qaçırlar. Əlin Ağayevdə, Vilayət Eyvazovda, hamısı arxa qapıdan qaçırlar. Və salam, qaçırlar.
İnsanlardan qorxurlar, insanlardan iyrənirlər.